لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Dəlillərdən biri də Salman Əl-Farsinin, Allah ondan razı olsun, Peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət etdiyi hədisdir. Həqiqətən Rəbbiniz Təbarəkə və Teala həyalıdır, kərimdir, səxavətlidir. Bəndəsi dua edərkən əllərini ona tərəf qaldırdıqda, o əlləri boş qaytarmaqdan həya edər. Həqiqətən Rəbbiniz həyalıdır, kərimdir. Bu hədisi Əbu Davud rəvayət etmiş, Əlbani isə səhihləşdirmişdir. Yəni, bu səhih, mötəbər bir hədisdir. Həqiqətən Rəbbiniz Təbarəkə və Teala həyalıdır, kərimdir. Bunlar Allahın iki əzəmətli sifətidir. Həya sifəti və kərəm səxavət sifəti. Bəndəsi əllərini ona tərəf qaldırdıqda, o əlləri boş qaytarmaqdan həya edər. Subhanallah, bu kərim olan, aləmlərin Rəbbi, heç nəyə ehtiyacı olmayan Əl-Ğani, həm səna edilməyə layiq olan Əl-Hamid olan Allah, bu məxluqdan, bu zəif insandan, əllərini ona tərəf qaldırdıqda, onları boş qaytarmaqdan həya edir. Allahdan başqa heç kim onun bəndələrinin qədərini və ya dualarını bilmir. Bu hədis Allahın kərəminin genişliyinə, səxavətinin bolluğuna, ətasının əzəmətinə və həyasının ucalığına, Subhanəhu və Teala dəlalət edir. Məxluq isə indi məxluqu digər insanı geri qaytarmaqdan həya etmir. Halbuki ona Allahın köməyinə ehtiyacı var. Çünki sən kiməsə nəsə verdikdə ancaq özünə xeyir verirsən. Buna baxmayaraq, biz kimdənsə nəsə istəməkdən sıxılırıq və ya yoruluruq və istəyəni geri qaytarmaqdan həya etmirik. Aləmlərin Rəbbi, kərim, cavad, səxavətli olan Allah isə bəndəsi əllərini ona tərəf qaldırıb ya Rəbb dedikdə, o əlləri boş qaytarmaqdan həya edir. Bu hədis həmçinin onu ehtiva edir ki, Allah Təbarəkə və Teala ona dua edənin duasını qəbul edir və o da ehtiva edir ki, əlləri qaldırmaq duanın qəbul olunmasının ən güclü səbəblərindəndir. Çünki Allah Əzzə və Cəllə bəndə əllərini qaldırdıqda onun duasını qəbul edər və əllərini boş qaytarmaqdan həya edər.